Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina Ebu'l Qasim Muhammed ve ala ehli beytihi tayyibin tahirin el ma'sumin el muntecebin el muntakhabin ve la'netullahi ala a'daihim ecmaîn. Allahumme accil li veliyyikel ferec. Değerli müminler, Allah Tebarek ve Teala günlerinizi hoş qərar versin, cümləmiz mübarək olsun. Gələn günlərinizi xeyrə çevirsin, inşallah ömrünüzü bərəkətlə doldursun. Bugün söhbətimiz bəşəriyyətin iki ən böyük sütunundan vəhiy və ağıldan danışmaq istəyirəm xülasə şəkildə. Çoxları elm və dini bir-birinə rəqib kimi göstərməyə çalışırlar. Yəni dinlə elm bir-birinin əksidir, ziddidir. Əslində onlar eyni həqiqətin iki üzüdür. Yəni din və elm eyni həqiqətin iki üzüdür. Elm necə sualına cavab axtarırsa, din niyə sualına cavab verir. İslam mədəniyyəti tarix boyu bizə öyrədib ki, laboratoriyada mikroskopun arxasında oturan alimlə səcdədə olan müminin təzim etdiyi yeganə varlıq elə Allah Təbarəkə və Teala'dır. Çünki kainat Allahın yaradılış kitabıdırsa, Qur'an bu kainatın, bu yaradılışın kəlamıdır, sözcüsüdür, danışanıdır, bəyan edənidir, izah eləyənidir. İslamın ilk əmri namaz qıl, oruç tut, iman gətir, inan və ya bu cür nə ifadələr olmayıb. İslamın ilk əmri oxudur, düzdür? İlk ifadəsi, ilk mesajı, əmri oxudur, oxu haqqındadır. Bu da savadsızlıq və cəhalətə edilmiş, elan edilmiş ilk müharibənin başlanğıcıdır. Yəni Allah ki, oxu ilə başlayır, İslamın ilk əmrini oxu ilə ki, biruz edir, zahir edir. Bu nədir? Bu cəhalətlə, savadsızlıqla mübarizənin, müharibənin, döyüşün başlanğıcıdır mənasını verir. Müqəddəs kitabımız buyurur, de ki, heç bilənlərlə bilməyənlər bir olarmı? Zümer surəsi ayə 9 və ya kainatın nizamı barədə Allah Təbarək və Teala buyurur, biz hər şeyi ölçü ilə yaratdıq. Hər bir şeyi nizam, intizamla yaratmışıq. Və ya Qəmər surəsinin 49-cu ayəsi idi. Bu ayə riyaziyyat və fizikanın ilahi təməlidir. Hər bir şeyi hesab kitab üzərində, ölçü üzərində yaratmışıq ifadəsi. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyururdu, elm Çində belə olsa, onun ardıca gedin. Elm Çində belə olsa, onun ardıca gedin. Və yaxud da ki, alimin mürəkkəbi şəhidin qanından üstündür, daha müqəddəsdir. Bunlar mesaj idi. Bu iki hədis böyük bir dənə mesajdır. Müsəlmanları elmdə dünya liderinə çevirən, motivasiya mənbəyi olan bir mesajlar idi bunlar. Bu hər iki cümlə. Avropa qaranlıq, orta əsrləri yaşayanda İslam dünyası elmin günəşi ilə parıldayırdı. Bu belədir, yoxsa yox? 11-ci əsri bütün mütaliə edənlər bilirlər ki, necə intibah dövrü olub. 11-ci əsr İslamla başlayıb, sivilizasiya, intibah və bütün dünyaya yayılıb. Bugün istifadə olunan texnologiyanın təməlində müsəlmanın zəkası dayanır. Nə qədər misallar çəkmək olar, bir neçəsini qeyd edilən. Məsələn, Xarəzmi cəbrin banisidir, düzdürmü? Bugün işlətdiyimiz alqoritmlər onun adından götürülüb, hamısı. İbn Heysəm optikanın atası sayılır, hansı ki kameranın ixtiraçısıdır. İbn Sina tibbin qanunu kitabı yazıb 600 il Avropa özü bundan dərs keçib. Sonradan Hipokrat çıxdı ortalığa. Hipokratı aşağılamırıq, lakin İbn Sina ondan yuxarıdır, müqayisə eləsək. Əl-Cəzəri, robotexnika, indiki məsələn mexaniki saatların ixtiraçısı və ya bəzi robotların ixtiraçısı hesab olunur. Fatimə Əl-Fehri, bu barədə bir veriliş də çıxmışdı qarşıma. Dünyada ilk universitet banisidir. İlk universiteti açan qadındır ki, Misirdə bu universiteti təsis edib. Müsəlmanlar təkcə
nəzəriyyə ilə də kifayətlənməyiblər dəyərli möminlər. Təkcə bundan kifayətlənməyiblər. Gündəlik həyatı asanlaşdıran möhtəşəm ixtiralara imza atıblar müsəlmanlar, İslam aləmi. Məsələn, cərrahiyyə alətləri, Əbulqasım Zəhravi tərəfindən icad edilən cərrahi alətlər, 200-dən çox cərrahi alət hələ də müasir tibbdə istifadə olunur ki, Əbulqasım Zəhravi tərəfindən icad edib. Uçuş cəhətləri, Abbas ibn Firnas ki, ilk uçuş aparatlarını hazırlayıb və özü də göyə qalxıb Osmanlı imperiyasında. Sonra xəritəçilik, Piri rəis ki, o dövr üçün qeyri-mümkün olan dəqiqliklə dünya xəritəsini çəkmiş şəxsdir. Əl-Biruni düzdür var, ondan qabaq Əl-Biruni var, coğrafiya üzrə. Coğrafiyada çox böyük qatqılar olub, həm astronomiya sahəsində, həm xəritə haqqında. Sonra kimya elminin banisi Cabir ibn Həyyan rəhmətullahi əleyh, ruhu şad olsun, İmam Cəfər Sadiq əleyhissalatu vəssalamın tələbəsi. Yəni İslamın dünyaya qatqısı həddindən artıq çox yüksək səviyyədədir. Mənim universitetdə müəllimim deyir, mən doktoranturanı müdafiə edirdim Moskvada. Mənə elmi işimin rəhbəri lağ elədi, söz atdı. Dedi ki, müsəlmanlar çirkin olurlar, bu ifadəni işlətdi. Mən deyir, ona dedim ki, Bakıda hirsləndim də, deyir, Seyid deyil. Özü, o Pedaqoji Universitetinin dekanı da, Allah rəhmət eləsin, rəhmətə gedib. Pedaqoji Universitetinin dekanı idi, Nizami müəllim. Özü də təbib idi, tibb üzrə mütəxəssis idi, bizə psixologiyadan dərs deyirdi. Deyir, elmi işin rəhbəri Rusiyada, Urus. Dedi ki, bəs müsəlmanlar çirkin olur. Mən də deyir, əsəbləşdim də, mən baxmadım elmi işimin rəhbəridir. Dedim, Bakıda bir daha hamam var, onu tikəndə Moskva yox idi. Sən kimə çirkin deyirsən? Düz deyib də, boçqada çimirdilər də, paltar cırılana qədər çıxartmırdılar əyinlərindən. O qədər yəni inkişafdan geri qalmış bir varlıqlar olublar. İndiki bütün texnologiyanın təməlində müsəlmanın zəkası dayanır. Elm və din arasındakı bağ bir-birini tamamlayan bir mövzudur. Din bizə əxlaqı, məqsədi və ruhu verir, elm isə bizə bu məqsədə çatmaq üçün vasitələri təqdim edir, dəyərli möminlər. Biz keçmişimizlə fəxr eləməliyik, lakin bununla kifayətlənməməliyik. O oxu əmrinə təzədən möhkəm sarılmalıyıq və xeyir, bərəkət elmdədir. Allah təbarək və teala bəyan edir kitabında ki, məsələn, İnnəmə yaxşallah min ibadihil uləma. Görsən, Allah özü bəyan edir ki, ən çox Allahdan qorxanlar alimlərdir. Layiqincə qorxanlar alimlərdir. Unutmayaq ki, kainatın sirlərini açan hər bir elmi kəşf əslində Allahın sənətinə çəkilən bir nəqşədir də, yəni bir növ maşaallahdır. Elm bunları aşkar edir, bunları üzə qoyur. Dinimiz həmişə elm tələb edib. Məsələn, xristiyanlığı o vəziyyətə gətirdilər, çıxartdılar ki, din başında dayananlar, yəni belə deyək də, onların mollaları, onların kahinləri, onların keşişləri elə bir vəziyyətə çatdırdılar ki, bir adam qorxurdu hansısa bir elmi mətləbin üstünü açsın, ya bir şey ixtira eləsin. Bilirsiniz ki, məsələn, nə qədər alimləri onlar yandırıblar. Saat ixtira edilib gəlib Avropaya çatanda, hansı ki şərqdən gəlmişdi, gəlib Avropaya çatanda bunu oğurlayıb aparmışlar kilsəyə. Ondan sonra keşişlər saatı qoymuşdular mərkəzdə, cəmaatı, minlərlə cəmaatı dəvət edirdi ki, gəlin şeytan aləti çıxardıblar, onun qarşısında dayanın, ona nifrət eləyin, ona lənət oxuyun saataya. Ondan Allah sizin günahlarınızı bağışlasın. Belə bir vəziyyət idi xristiyanlıqda. Janna Dark'ı məsələn yandırdılar. Qalaləyi məsələn onu da öldürəcəkdilər, edam edəcəkdilər. Gördüyü iş yaxşı qurtarmır. Dedi ki, mən böyük bir qələt edib demişəm ki, yer öz oxu ətrafında hərəkət edir. Tövbə edirəm, Allah məni bağışlasın, bir də belə qələt eləmərəm. Ondan sonra bunu çıxardırlar. Məhkəmə zalından çıxandan sonra biraz aralaşır cəmaatdan, əyilir torpağa, deyir ki, sən onsuz da fırlanırsan. Canımı qurtarmaqdan ötürü belə elədim. Amma bizim dinimizin o təməl ifadəsi, birinci ifadəsi oxudur. Hətta bəzi tərəflər
insanların cahil olmağını istəsə belə, bunu aşkarda deyə bilməyiblər ki, məsələn, oxumaqdan uzaq olun, elmdən uzaq olun filan. Düzdür, bəzi sufi cərəyanları belə təbliğatlar aparıblar ki, məsələn, mərifət elmdən döyür, nə bilim, iman elmdən döyür, ondan sonra belə sözlər deyiblər, məsələn, Rumi tərəfdarları, İbn Ərəbi tərəfdarları belə ifadələr işlədiblər. Gərək Allah versin, mütləq Allah versin. Düzdür, bəli, nur Allahdandır, bunu inkar edən yoxdur, amma təməl prinsipində elm də yanır da, elmsiz mərifət yoxdur. Mərifət mühüm amildir, salam aleykum. Mərifət mühüm amildir, amma bunun qapısı var da, qapısı elmdən gəlib keçəcək ki, o elmi açmasan, bu mümkün deyil, gedib bu mərtəbə və məqamlara çata bilməzsən. Elm xüsusi bir məqam və dərəcədir ki, Allah bunu bizdən tələb edir. Məsələn, Peyğəmbərimiz buyurur ki, elm öyrənmək, tələbul elm, fərizətun ələ kulli muslimin və muslimətin. Elm tələb etmək, elm əldə etmək bütün müsəlman kişilərə və bütün müsəlman qadınlara vacibdir. Ya məsələn, Həzrəti Mövla buyurur ki, insanın dəyəri, hər bir kişinin, şəxsin dəyəri bildiyi və bacardığı qədərdir. Ya məsələn, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, diamətul insan əl-əql. İnsanın üstünlüyü onun ağlındadır. Yəni, İmam Sadiq, Peyğəmbər əleyhissalam, Əli əleyhissalam bizdən istədikləri nədir? Yəni, namazı da elmlə qıl, təfəkkürcü qıl, mahiyyətini anla, orucu da elmlə tut. Görsən, məsələn, özünü alət etmə, hər şeyi araşdır. Bunu bizdən tələb edirlər axı. Qiymətli olur. Belə qoy, öz dilimizlə səmimi formada deyim, məsələlərin həqiqətin başa düşəndə yerinə yetirdiyin əməl bilirsən necə dadlı olur, necə ləzzətli olur ki, mahiyyətin anlayıb icra edirsən. Həzrət İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, zamanını tanıyan alim fitnələrə əsir olmaz. Ki, zamanı tanımağın da metod və meyarlarında özləri təyin ediblər bizə ki, bu cürlə tanı ginən. Bu hədislər göstərir ki, İslamda elm təzyiq aləti yox, nədir? Xilas yoludur. İslam bundan fəxr edir, iftixardır, elmi tac edib. İmamı məsələn tanımaq üçün meyar elm qərar verilib. Əl-imamu yu'rafu bil elm. İmam elmlə tanınır. Yəni, bir şey ki, bir şəxs ki, ona hər hansı sual verildikdə bilmirəm ifadəsini səsləndirmir. Bu, onun özəl xüsusiyyətidir. 60 dənə yalancı Mehdi çıxacaq imam zuhur eləyənə qədər. Bunların elə bir dənə meyarla hərəkət edib, onun iç yüzünü ortalığa çıxarda bilirsən. O da elmdir. Hər nəyi bilmək onun əlamətidir. Biz dünya araşdırır, sənin sahib olduğun müqəddəsi, dünya araşdırır, Avropalı araşdırır, Amerikalı araşdırır. Deyir ki, bu dahinin misli yoxdur. Bu dahini bir də dünyaya gətirmək qeyri-mümkündür. Məsələn, İmam Əli əleyhissalam. Ki, bu qədər elm yəhsi olmaq, hər şeyi bilmək, onun xütbələrində ifadə elədiyi cümlələrə baxır, heyran qalır, təəccübdən qələmi sınır, dizi bükülür ki, bu o dövrdə bu məlumatlara hardan sahibdir. Məsələn, Fəratun üstündə xütbədir, Nəhcül Bəlağənin xütbəsidir. Fəratun üstündə ağlayır, deyir, bu cahil cəmaat imkan versəydi mənə, mən bu çaydan evlərinizə işıq çəkərdim. Yəni, nədir? Sudan elektrik almaqdan danışır da. Sən bugün bu Azərbaycanın böyük əraziləri Mingəçevir su anbarının, elektrik anbarının vasitəsilə işıqlanır. O dövrdə sudan elektrik almaqdan xəbər verir. Deyirlər, ya Moğla, niyə eləmirsən? Deyir, mən eləsəm, mənə Allah deyəcək də bu cahillər. Belə bir şeyi görəcəklər və mənə Allah deyəcəklər, mənə Xaliq deyəcəklər.Ğulatlar da elə o dövrdə neçə dənəĞulatı özü öldürüb. Elə şeyləri görsəydi, gör cəmaat nə olardı, nələr deyərdilər. Bəli, indi elm mütləq olmalıdır, yanında da iman olmalıdır. Elm Allahsız olanda nə olur, möminlər? Atom bombası çıxır, məsələn, elm vardır, amma iman yoxdur. Biyoloji silahlar çıxır, bilik var, amma mərhəmət yoxdur. Düzdürmü? Yoxdur, məsələn. Atır, məsələn, atomu indiyənə qədər fəsadları davam edir Yaponiyada. İnsanların boyuna təsir qoyub, bitkilərin çıxmamasına, inkişafın getməməsinə, məsələn, indiyənə qədər.
Xirasima, Naxasaki bu 2 dənə şəhərdə. Deməli, problem elmin özündə deyil. Elmin rəhbərsiz qalmasıdır, elmin idarəçisinin olmamasıdır ki, olmaması onlar üçün deyil, amma yəni var elmin idarəçisi əlbəttə. Və yaxud məsələn, iman var, elm yoxdur. İman var, elm yoxdur. Onda da məsələn, Vahabi çıxır ortalığa, işit çıxır ortalığa. Düzdür? İman zahirdə ya, yəni zahirdə iman. Biz o zahirinə hökm iman nəzərdə durur. Həqiqi iman, əlhəmdülillah hamımız bilirsiniz həqiqi iman nədir. O uşağı öldürür, məsələn Suriyada və ya başqa yerdə. O Allahu Əkbəri bilirsiniz necə qəlblə deyir, ürəklə Allahu Əkbər deyir, onun bombanı tökür başına. Uşaqdır. Elə bilir ki, bir neçə 5 dənə uşaq öldürsə, nə qədər çox uşaq öldürsə, ondan daha çox Allaha yaxınlaşır, daha çox cənnətə gedəcək. Baxın, bu qondarma iman qəlbə dolmuş, başqalarının yaratdığı. Allah Quranda deyir ki, Allahın da vəliləri var, şeytanın da vəliləri var. Allahın da təyin elədiyi imamlar var, şeytanın da təyin elədiyi imamlar var. Hansı ki, o şeytanın təyin elədiyi imamların yaratdığı iman əhlidir, o uşağı o cürünə qətlə yetirir. Bəli, elm Allahsız olanda nəticəsi atom kimi bir bombadır, biyoloji silahlardır, kimyəvi silahlardır və ya uşaqların özlərini silah alətinə çevirmədir. Məgər İmam Cəfər Sadiq əleyhissalatu vesselam atomun düsturunu verə bilməzdi? Verə bilməzdi. Kimyanın banisinin müəllimidir. Kimyanın banisinin müəllimidir. Edə bilməzdi məgər? Edə bilərdi. Amma İmam Cəfər Sadiq əleyhissalam bu insanları görürdü, gələcəyi görürdü. Bilirdi onun ixtira edəcəyi aləti hansı məqsədlərdə istifadə edəcəklər. Bunu bilirdi. Amma Einstein o qədər fikirləşə bilmədi. İmam Məhdi Əcəlallah Teala Fərəcəhu Şərif və elm. İndi gələk mühüm məsələyə. İmam ağamızın dövründəki elmə baxaq. İmam Məhdi Əcəlallah Fərəcəhu Şərif özündən də hədis var. İmam Cəfəri Sadiq əleyhissalamdan da hədis var ki, yəzəu yədəhu ələ ruusil ibad fətəkmul bihi uquluhum. Əlini bəndələrin başının üstünə qoyacaq İmam Mehdi, bütün insanların ağılları kamilləşəcək. Görürsünüz, imam gəlmir elmi ləğv etməyə, gəlir elmi kamil etməyə. Elmi daha da kamilləşdirir. Elmin o cürünə elə bir zirvələrə qaldırır ki, elm ən yüksək vəziyyətinə gəlib çatacaq inşallah. Elm imanla birləşəcək, həqiqi mənada, kamil surətdə o gün baş verəcək ki, elmlə iman kamil şəkildə vəhdət eləyəcəklər, birləşəcəklər. Texnologiya ədalətə xidmət eləyəcək, bilik zalimin əlindən alınacaq. Onun dövründə inşallah Teala ən yüksək texnologiyanı ərsəyə gətirib qoyacaq. İnsanlar buyurur ki, elm 27 hərfdir, onun dövrünə qədər cəmisi 2-si açılmış olacaq. Amma o, gələndən sonra elmin digər 25 hərfi də açılacaq və insanlar bunlardan agah olacaqlar, xəbərdar olacaqlar. Həmən hədislərdə var, qadın evində bayıra çıxmadan Qur'an və hədislərdən istinbat və istixrac və istidlal eləyəcək. Bilirsiniz, nə deməkdir bu? Bilirsiniz, necə böyük bir dənə məsələdir. Qadın evindən bayıra çıxmadan Qur'an və hədislərdən istidlal eləyə biləcək. Yəni, şəri dəlilləri, şəri hökmləri öz dəlilləri ilə bir yerdə ələ gətirməyi bacaracaq. Bu, bilirsən, nə deməkdir? Bu, deməkdir ki, hər bir qadın müştəhid olacaq. Yəni, qadını deyirsə, kişini heç. Hər bir qadın müctəhid olacaq. Sən müctəhidin tərifini lakanikləşdirəndə nə deyirsən? Deyirsən, şəri hökmləri öz dəlillərindən ələ gətirən şəxs ki, o müctəhiddir də və sən ona təqlid etməyə başlayırsan. İndi sən təsəvvür elə Həzrətin dövründə elm o qədər inkişaf eləyəcək ki, mən hədis deyirəm sizə, təfsir kitablarına ehtiyac qalmayacaq. Yəni, nə qədər şərif təfsir kitablarımız var, bizim insanların ondan ehtiyacsız olacaqlar. Bunun 2 dənə cavabı var.
ya İmam əleyhissalamdan əxz eləyəcəklər, ya da İmam əleyhissalam bir iş görəcək, onların beyinləri o qədər inkişaf eləyəcək ki, qapılar açılacaq. İn təttəqullah yuallimkumullah, söz verir baxı Allah. Siz təqvalı olsaz, Allah sizə dərs keçər, müəllim olar. Harda baş verib görəsən bu mütləq formada, haçan olub bu görəsən mütləq şəkildə Allah dərs keçsin insana. Bu bir gün olacaq da, bu bir gün olacaq və Allah insana özü dərs keçib onun beynini o qədər inkişaf etdirəcək ki, heç bir təfsir kitabına ehtiyacı olmadan Qur'anın zahirini və batinini başa düşəcək onun dövründə. Bir salavat denən yuxuz qaçsın. Allahümmə səlli əla Muhammed və aleyhi. Gör o əldə nə var, nə güc var, nə qüdrət var. Yədə'u yədəhu əla ruusil ibad. Əlin qoyacaq bəndələrin başına. Gör o əldə nə var ki, hamının beynini ən kamil səviyyəyə gətirib çatdıracaq. Biz bilsək ki, Həzrəti Höccətin dövründə olanları başa düşsək bəlkə də, yaxşı anlasaq, valla biz gecə-gündüz onun duası ilə məşğul olarıq, elə onu dua edəyərik. Biz bunlara bilmirik də, biz bilmirik, öyrənmirik də, məlumat da əldə edəmirik. Baxız, İmam Məhdi Əcəlallah Fərəcəvi Şərifə dua etməyin faydaları kitabı tərcümə olundu, Mikyalul Məkarim. Əslində birinci cild çoxdan olmuşdu, ikincini gözləyirlər ki, çıxsın. Artıq var da, yəni çox əzəmətli kitabdır. Bir dua ilə haralara da gedib çıxmayıb, nə mövzulara daxil olmayıb. Ki, inşallah çalışın, dini dükanlara müraciət edin, ya məsələn bizdə o Kərbəla elçisindən danışın, o kitabı alın, ələ gətirin. Sözümün canı budur ki, Həzrəti Höccət, elm, imam elmdən düşmən deyil. İslam elmi gözəlləşdirən bir dindir. Ondan o yanası da yoxdur. Ən möhtəşəm, fəxr ediləsi. Yat dur gecə-gündüz şükr ver ki, bu dindəsən, bu İslam dinindəsən və elmlə o axmaqların dediklərinə baxmayın, fikir verməyin ki, din elmdən ziddir, elmə rəqibdir, onların sözlərinə fikir verməyin. Onlar bu günlərə əgər bir günə çıxıblarsa ya, onlar bugün bir nə bilim texnologiyaya, inkişafa gəlib çatıblarsa, onda əsas payı var müsəlmanın, müsəlman zəkasının payı var. Həm ədəbiyyat sahəsində, şeir, qəzəl sahəsində, həm digər, istər humanitar mövzularda, fənlərdə, istər texniki fənlərdə, hamısında sənin tusilərin var. Məsələn, Xacə Nəsiruddin Tusi, Bəhai, Şeyx Bəhai 10 yaşında hacı. Şeyx Bəhai 10 yaşında tullantı sulardan qaz almanı ixtira edib. 10 yaşında. 10 yaşında. İbn Sina özü 10 yaşında hafizi Kulli Qur'an olub. Əllamə Hilli 14 yaşında müctehid olub. 13-14 yaşında fəqih olub, iştihad sahibi olub. Siz təsəvvür edin, Şeyx Bəhai bir şam yandırmışdı ki, dünyanın 7 möcüzəsindən birinə daxil olmuşdu. Bir dənə şamdan hamamın içində suları da, özü də, hamısı da qızırdı. Oksigeni özünü gərək yerin altında, hamamın əksər hissələri yerin altına düşür. Qədim hamamlara fikir verir. Gəncədə mən hamamda olmuşam, o da Şeyx Bəhainin strukturu ilə də, nə deyirlər ona, çerközün layihəsi ilə tikilmiş hamamdır, Şeyx Bəhai rəhmətullahi aleyhin. Ki, düşdükcə düşürsən aşağı. İndi burada oksigenin içəri daxil olmasının üçün müəyyən tənzimləmələr lazımdır. Onları gör necə mükəmməl formada eləyib. Yuxarıdan yaxşıdır içəri, aşağıdakı hava. Təsəvvürünü necə eləyib. Qədim bir hamamdır. 600 yaşı var hamamın, 500-dən yuxarı yaşı var. Bu alimlərin, İslam alimlərinin dinə qatqısıdır. Sadəcə olaraq güc düşəndə kafirin əlinə, onların hamısını sənin əlindən alır. Bu günləri onlar reklamdadılar, gözdədilər, üzdədilər. Deyirlər, məsələn, gör, Qərb necə inkişafı var, necə sivilizasiyası var. Qərb həmən Qərbdir ki, boçqada çimərdi, ərzən bözür, bilməzdi ki, paklıq nədir, paltar yumaq nədir və s. Həmən ondan sonra gəldilər, səlib yürüşləri, müsəlmanlara edilən hücumlar, kitabların oğurlanması, ixtiraların öyrədilməsi, getdilər bundan inkişaf edirlər. Napolyon Qur'anı oxudu, dedi bu Qur'an bunların əlində olsa, bu Qur'an, bunlar Qur'anı bilsələr, yaxşıca başa düşsələr, biz məhv olacağıq. Bizdən əsər əlamət qalmaz.
Elə etmək lazımdır ki, Quran bunların əlində olsun, amma qəbirstanlığa gedin, düz dilimlə dilimdə, qəbirstanlığa gedəndə götürsünlər. Quran bunların əlində olsun, evində olsun. Məsələn də indi mən bunu öz ifadələrimlə deyirəm. Gəlin köçürdəndə bir dənə yansın götürsün, amma açıb içini oxumasın. Bunu bir günə salmaq lazımdır. Bu həqiqətən də bir dahi çertiyojun nümayəndələrdirlər bunlar ki, onun içində hər şey var. Tibyanən li kulli şeyi bilən bir peyğəmbərin ümmətidirlər bunlar. Və nəticə etibarilə bugün görürük vəziyyət nə yerdədir. Allah bizi əslimizə qaytarsın. Bugündən sonra da o yalnız Həzrət-i Höccətin vasitəsilə baş verəcək. Allah Həzrət-i Höccət Əcəlallah Fərəcəhu Şərifin zuhurun təcil eləsin inşallah Teala. Bismillahirrahmanirrahim. Allahümme kun li veliyyikəl Hüccət ibnəl Həsən salavatükə aleyhi və alə abaih fi hâmihi saati və fi kulli saə veliyyən və hafizən və qaidən və nasiran və dəlilən və aynən hatta tuskinehu ardəkə tav'a ve tumetti'ahu fiha tavila ve hab lana ra'fatahu ve rahmatahu ve du'aahu ve khayrahu. Salavat diyeyim. Allah